Cəmiyyətdə təcrid olunmuş insanlar ki var, biz onları həyatımızda istəmirik. Böyük əksəriyyət kütləni öz həyatından uzaqlaşdırır. Yalan danışıb mənə, mən artıq onu bağışlamıram. O məni aldadıb, mən onu bağışlamıram. O mənə xəyanət eləyib, mən onu bağışlaya bilmirəm. Filan kəs pis vərdişlərə sahibdir, müəyyən spirtli içkilər qəbul eləyir və yaxud müəyyən başqa bir vasitələrdən istifadə eləyir və s. Bu kimi insanları biz həyatımızda istəmirik. Sağlam yaşamaq istəyirik, diri qalmaq istəyirik. Amma bu nə qədər bizi dirildəcək sual yaranır. Yəni biz bunları bir toplum olaraq bir kənara yığıb, bura gecə qadınlara aiddir, bura homoseksuallara aiddir, hansı ki Azərbaycan mental psixologiyasına qətiyyən ziddir. Bəs bu kütlə necə olacaq? Bizə müraciət çox olunur. Bu insanlar bizə müraciət eləyirlər, seanslar götürürlər. Uşaqlarımızı da onlardan qoruyuruq, özümüzü də onlardan qoruyuruq. Biz oluruq müqəddəs, yerdə qalan hamı olur necəsə eybəcər və pis insan. Biz onlara pis insan deyirik. Bağışlayıb bağışlamamaq şəxsi seçimdir. Həyatında saxlayıb saxlamaq yenə şəxsi seçimdir. Heç kimi məcbur eləyə bilməz ki, sənin dostun sənin düşüncələrinə və dəyərlərinə zidd olsun. Təbii ki, bu təbii seçimdir. Amma ümumi götürəndə bir insan yalan danışırsa, quyu qazırsa, alçaldırsa, əzirsə, pislik edirsə, özü özünə pislik edirsə, bu adam xoşbəxt deyil və qışqırır ki, məni sevin. Yəni bu insanların sevməkdən başqa çarəsi yoxdur. Amma sevmək deyəndə belə yox, belə. Yəni biz onlara yuxarıdan aşağı yox, elə öz dəyərimizdə baxa bilsək, zehin olaraq onları kütlə olaraq ayırmamışam. Kütlənin ayırdığı kütlə kimi danışıram. Mənim üçün ayrım deyil. Mənə görə insan faktoru var, insan dəyərləri var və qırmızı xətt olaraq da psixoloq olaraq və bir şəxs olaraq deyirəm ki, bir insanın duyğu, düşüncə və dəyərlərinin təhqir olunmağı qırmızı xəttdir. Çünki bir dəyəri vurub, başqa bir dəyəri insana sırmaq, onu ona yeritmək olmaz. Bu baxımdan heç vaxt bir insan xoşbəxtdirsə, özündən məmnundursa, sadaladığımız heç bir şey eləməyəcək. Yalan danışıram çünki düz danışdım alınmadı və yaxud məndə yalan danışma potensialı var və yaxud mən o qədər əzilmişəm ki, indi əzməyi seçirəm. Hər bir halda müəyyən səbəb və nəticələr var. Heç kim birbaşa o nəticəyə sahib olmur. Bu baxımdan biraz ehtiyatlı olaq. Hər yalan danışanı, hər pislik görən kimi, yəni hər dəfə mən də kəsim, sən də kəs, o da kəssin, belə düz yaşamağa nə var ki?